Baş məhkçi Rəşad Sadılov görüşün baş hakimi Rəşad Əhmədov işarəsini verir və mübarizə başlayır. Neftçi futbolçuları topu ilə vururlar, hər iki komandaya vururlar, arzulayırıq. Şimdi Neftçinin hücumu təhlükəli olan ötürmə qapı qarşısında Ruan Renato. Ötürmə gəlirdi qapı qarşısında zərbə, aşırma və gol! Aşırma zərbə ilə Filip Lozovic. Şofi mərkəzə meylənir. Baxın cəbin meydançasına ötürmə qapı qarşısına zərbə və gol! Hesab 2-0 olur. 24. dəqiqə. İndi isə Hakim qayda pozuntusunu qeydə alır və penalti nöqtəsini göstərir. Lutzig yaxınlaşır, zərbə endirir və gol! Rafael Lutzig fasilə ərəfəsində fərqi minimuma endirir, penaltidən fərqlənir. Suma yaxınlaşır cəbmə meydançasına. Suma ötürmə, Cibila! Zərbə və gol! David Volkovi! Hesab 2-2 Neftçi Arenada. Suma zərbə üçün gecikdi və əllə oyun və ikinci dəfə penalti təyin edilir Neftçinin qapısına. İkinci dəfə bu oyunda. Lutzig yaxınlaşır, zərbə endirir və gol! Yenə də Rıza ilə dueldən qalib ayrılır. Rafael Lutzig. Salih Suma mərkəzi ötürmə. Dəqiq alır Papulaşvili, baxır ətrafa Ceyhun Nuriyev. Boşluğuna qaçır Ceyhun və gol! Ceyhun Nuriyev 4-2. Və bu da Rəşad Əhmədovun, maçın baş hakiminin final fiti. Çox maraqlı, çox gərgin ilk hissədə və ikinci hissədə fərqli mübarizənin yaşandığı Neftçi zirə görüşü artıq yekunlaşır əziz tamaşaçılar.